İsmail. Çay içmişsən mi? Derdin öyle çay olsun sen. Çay. Bir saate sucuk koymuşam oraya çay kıza doymuş. Yaxşı bir çay içmişsən. Senden bir söz eşitmişəm. Düzdür yoksa yalandır? Sen işe gelirsen yoksa cemaatın torbasını tikmeye gelirsin. Abi yavaş yavaş danış cümleden işte ne demezsin? De Sen görmez. iş görmeye gitsen iş yerine yoksa cemaata işverenini yelemeye gitsen. İşvereni ne lan? Bəli eşitmişəm. Gizli söz qalır. Ay ne içmişsən? Bir Cemaatın torbasını tikirsən, işverenliği ilə məşğulsan. Kim o? Təzə sənət tapırsan özüə. Ay kim dedi? Hardan içmişsən? Qonşular dedi. Həmin boşuna dedi. Bəli. Ne dedi o? Nə işləri çevirirsən sən orada iş yerində? Ay eşit inanma. Eşit inanma. Oğlunun torbasını tikirsən, işvereni təzə sənət tapırsan özüə. Hadi bir de ben bir səhvlikdə elədim, istedim işvereni yiyeceğim. Biraz pulumuz çok olsun da. O da baktım ki yok, pis sənətdir. Pis şeydir. Elə bir eşitməyəcək. Hay Allah'ım. Ay dedim ben eləmirəm. Ben eləmək istəyirdim. Gizlin Eləmədim. şey 40 gün çəkir. Ay kız sen benim evimden çıkartmadın. Dedim ki eləmirəm da. Biz səhvlik olduk da. Bir dəfə də olmaydı. Ne dedi? Bir dəfə də olmaydı. Şeytan beni yoldan çıkarttı da. Şeytana lənət, min lənət. Akşama kimi diyorsan pulu az getirsen eve. Pulu evi az getirsen. Bizə lazımdır haram pul. Ay haram puldu. Az olsun, halallıqla qazanılan pul olsun. Ay biz haram pul değil. Onda da əziyyət çəkir adam. Elə bilsən əziyyət çəkmirsən. İşverəndə nə əziyyət çəkirsən? Nətərlə nə əziyyət çəkirsən ha? Onu da güdürsən, bunu burada güdürsən. Görün nə işlər açır. Ay sənətli işdir o. Zibil olsun elə işin içinə. Ay sen onu dəstək. Elə sənətin içinə olsun zibil. Ha bu çayı zəhər eləmə. Bu çayı bir adam kimi içim çıxım gedim. Bəsdir da. Gelin de bir səs. İşləyirsən düz əməlli gedişdə. Onun torbasını astır. İçmirəsən Allah. Cəhənnəmə it. Elə bir sözündə bir səhv elədim, tutardı getdi. Qara yola it. Amen. Bir